Məbədin içərisində dua eləyib bir cavan oğlan bayıra çıxdıqda görür ki, məbədin çölündə olan su kranında yanında bir cavan fəqir oğlan quru çörəyi suda islatır, yumşaldıb iştahla yeyir. Bundan çox mütəəssir, pis olur və bunun taleyi ilə maraqlanmaq istəyir. Görür oğlan bu çörəyi, quru çörəyi suda isladıb iştahla yedi, yeyib qutarandan sonra yoluna davam elədi, getdi. Bu da tez ayaqqabısını geyir, düşür bunun arxasınca. Görür məbədə yaxın böyük bir ağacın altında bu oğlan oturdu. Bunun yanında ayaqqabı təmizləmək üçün, təmir eləmək üçün dirəkləri var. Və bu qərara gəlir ki, bundan söhbət eləmək üçün tez ayaqqabısını toza bulayır, gəlir bunun yanına, deyir ki, qardaş, mənim də ayaqqabılarımı təmizləyərsən? Deyir, hə, çıxart ver, təmizləyim. Oğlan çıxardır ayaqqabılarını verir buna, bu fəqir oğlan başlayır bunun ayaqqabılarını təmizləməyə. Bu ərəfədə cavan oğlan bundan soruşur ki, qardaş, mən səni buralarda heç görməmişdim, sən yeni gəlmişsən bura. Deyir, hə, mən 2-3 gündür gəlmişəm, burada oluram. Deyir, bəs sənin evin eşiyin yoxdur? Deyir, yox, mənim evim eşiyim yoxdur. Elə burada ayaqqabı təmir edirəm, bu ağacın altında da yatıb dururam. Deyir, bəs xörəyyat bişirməyə yadı bilirsən? Deyir, yox, xörək bişirməyə mən bilmirəm. Günümü ancaq çörəklə, su ilə keçirdirəm. Hərdən yaxşı qazananda gedib özümə sulu yemək alıb yeyirəm. Deyir, bəs sən nədən bu vəziyyətə düşdün? Deyir ki, mənim əslində evim var idi. Mənim atam, anam rəhmətə getdikdən sonra qardaşım evləndi və o qardaşım arvadının təkidi ilə qardaşım məni evdən atdı bayıra və atamdan qalan bütün mirasa da sahib oldu. İndi ona görə mən qalmışam çöllərdə. Oğlan bundan çox pis olur, cibindən bir 100 rupi çıxardır, uzadır buna, deyir, ala. Deyir, cənab, mənim xırdam yoxdur sənə qaytarmağa, deyir, qaytarmağa ehtiyac yoxdur, qoy qalsın sənə. Və deyib bundan uzaqlaşır. Oğlan bundan çox sevinir, başlayır işin davam eləməyə. Səhəri günü bundan xəlvət oğlan sulu yemək hazırlatdır, gətirir, qoyur bu ağacın altına. Həmin bu fəqir oğlan gəlib ağacın altında oturanda görür ki, burada isti, yaxşı yemək qoyublar, amma heç bir not yoxdur ki, bunu kim gətirib, kim qoyub və sevinir, əlin qaldırır, Allahına dua eləyir ki, nə yaxşı ki, sən bu xoş insanları mənə qismət eləmisən və sevinç hissi ilə bu yeməyə başlayır. Kənardan da bu oğlan bunu izləyir, görür ki, yeməyi böyük sevinç hissi ilə bu yeyir və gülümsəyir. Bunun bu halına oğlan çox sevinir və özündə bir ruh yüksəkliyi görür. İndi, qardaşlar, belə ac insanlar çoxdur. Allah bütün ac insanların doyuzdursun, onlara xoş günlər qismət eləsin. Sağ olun, diqqətinizə görə var olun.